Azərbaycan və Amerika məktəblərinin fərqi. Öncə onu deyim ki, Amerika məktəblərində uşaq oxuyursa, öncə tuberkuloz əleyhinə, vərəm əleyhinə test olunmalı, daha sonra isə vacib peyvəndlər vurulmalıdır. Peyvəndlər vurulmasa, uşaq Amerika məktəbinə daxil ola bilməz. Azərbaycandakı müəllimlər, yaxşı müəllimlər, həqiqətən çox tələbkar müəllimlər var ki, bu çox yaxşıdır. Uşaq ona baxanda ən azından bir məsuliyyət hiss eləyir. Burada elə bir şey yoxdur. Azərbaycan məktəblərində biz öyrəşmişik, müəllimlər evə kifayət qədər dərs verirlər ki, bu çox yaxşıdır. Məsələn, burada belə bir şey yoxdur. Əgər gözləyirsinizsə ki, eyni hal burada yaşanır, xeyr. Azərbaycan məktəblərində uşaqların qiymətləri gündəliklərə yazılırsa, Amerikada heç bir gündəlik anlayışı yoxdur. Uşaqların semestr qiymətləri konvertlərdə bağlı şəkildə, məxfi şəkildə hər uşağın ailəsinə evə göndərilir. Aşağı siniflər üçün dərs saatı başlayır 9-un yarısından 5-in yarısı bitir. Amerikada bu çox yaxşıdır. Uşaqlar müxtəlif aktivitələrlə məşğul olurlar, həm də dərs keçirlər. Azərbaycanda isə aşağı siniflərin dərsi saat 8-9-un yarısı başlayırsa, günorta 12-2-də bitir. Azərbaycanda olduğu kimi Amerikada da müəllimin ad günü olduqda ona müxtəlif hədiyyələr vermək ənənəsi var. Amma Azərbaycandan fərqi ondadır ki, buradakı müəllimlər balaca bir fincanla xoşbəxt ola bilirlər. Azərbaycan məktəblərində uşaq dərsdən qalırsa, sadəcə olaraq müəlliməyə demək kifayət eləyir və yaxud da heç demirlər. Amma burada əgər sənin uşağın dərsdən qalıbsa və sən əgər deməmisənsə, sənin evivə öncə sənin telefonuna mesaj gəlir, daha sonra sənə zəng gəlir və bu 2 gündən artıq davam eləyərsə, artıq sənin evivə polislə gəlirlər.